Azərbaycan xalqı dünyanı xalça ilə görür, dünyaya xalça ilə baxır və ömrünü xalça ilə birgə yaşayır. Azərbaycanlılar xalça üzərində dünyaya göz açırlar, xalça üzərində böyüyüb başa çatırlar. Xalça üzərində süfrə açıb çörək kəsirlər, xalça üzərində məclis qurub özlərinə toy eləyirlər. Onlar hörmət əlaməti olaraq ölülərini də xalça üstünə qoyurlar. Uzaq zamanlardan Azərbaycanlılarda adətdir, öz son günlərinə heç olmasa evdə bir xalça qoruyub saxlayırlar. Biz Azərbaycanlılar üçün dünya xalçadır, xalça isə dünya. 18-ci yüzildə xalçaçılığın yeni inkişafı müşahidə edilir. Bu zaman Gəncədə, Şuşada və Xilədə xalça imalatxanaları fəaliyyət göstərirdi. 1843-cü ildə Bakı uyezdlərində 18.000 xalça toxunub. 1917-ci ilin statistikasına əsasən, təkcə Gəncə qəzasının 222 kəndində bu işlə 33.069 nəfər məşğul olurdu. Quba qəzasında isə əhalinin 81%-i xalça toxumaqla özünə güzaran qurmuşdu. 19-cu yüzülün ortalarından etibarən Azərbaycanda insanların yaşayış tərzi dəyişdikcə, zövq və tələblər başqalaşdıqca, xalça istehsalı da öz yönünü dəyişir. Böyük otaqlı evlərin tikilməsi xalıya, sumaq və kilimlərə ehtiyacı artırır. Azərbaycanda xalçalar iki cür olub, xovlu və xovsuz xalçalar. Xovsuz xalçalar 7 üsulla, xovlu xalçalar 2 üsulla toxunub. Sadə, qanadlı, haçalı, butalı, hörmə və bəndlik işləmələrlə bəzədilir, haşiyələnir. Müxtəlif formalı xətai, bulud, vaq-vaq, kətəbə, göllər kimi simvolik naxışlar Azərbaycan xalçalarının ayrılmaz atributudur. Lakin bu naxışlar cərgəsində buta adlı elementin yeri xüsusidir. Buta və ya puta kol bitkisinin adıdır. Xalça qadın kimi gözəldir, torpaq kimi də yumuşaqdır. 20-ci əsrdə Azərbaycan xalçasına dünya maştabında rəsmi pasport verən şəxsin adı Lətif Kərimovdur. Azərbaycan Məhdud Məsuliyyətli Cəmiyyəti 1996-cı ildə yaranmışdır. Bizim müəssisədə demək olar ki, Azərbaycan xalçalarının bütün məktəbləri üzrə ittibatlı çeşinlərin, yəni vaxtilə Respublikadan müxtəlif yollarla ünvanı bəlli olmayan xalçalar ki getmişdir, onların biz tapıb Azərbaycana qaytarılması, öz qədim adət ənənəmizi bərpa etmək haqqında fikirləşib Azərbaycan Məhdud Məsuliyyətli Cəmiyyətinin işlərini davam etdiririk. Burada həm xovlu xalçalarla bərabər xovsuz xalçalarla istehsal edirik. Əldə əyrilmiş yunlardan, təbii boyalardan istifadə etməklə biz bu xalçaları toxuyuruq. Ata Qorqud əcəl gələndə xilas etmək üçün özünü qopuza, suya, xalçaya müraciət etdi. Xalq arasında deyim var, atın, sazın, xalçan varsa döyüş ruhun var, həyat eşqin var və sən Tanrıya yaxınsan. Hal-hazırda bütün dünyada
milli mədəni irsə qayıdış üçün böyük həyəcan keçirilir. Və bu məqamda Azərbaycan xalqının milli atributu olan Azərbaycan xalçasına xüsusi binanın tikilməsi dövlət tərəfindən, xüsusilə cənab prezident İlham Əliyev tərəfindən göstərilən qayğı bariz bir nümunədir.